30 illik stomatoloji praktikamda çox müxtəlif kliniki hallarla rastlaşmışam və bilirəm ki, əminəm ki, bütün həkimlər öz klinik praktikasında da çox müxtəlif kliniki hallarla rastlaşırlar. Həmin klinik hallar içində yüngül kliniki keyslər var, orta kliniki keyslər var və bir qismdə keyslər doğrudan da çox mürəkkəb kompleks keyslərdir və həmin keyslərin həllində, həmin pasiyentlərin müalicəsində bir çox həkimlər, mən də öz stomatoloji praktikamın ilk dönəmlərində qarşılaşdığım problemlə qarşılaşırlar. Müalicənin naviqasiyası, müalicənin başlanması, müalicə planının tərtib olunması doğrudan da ciddi həkim üçün sınaq olur. Həkim praktikamın ilk dönəmlərində mən bu problemlərlə qarşılaşanda, həmin problemlərin doğrudan da müalicənin gicgah çənə oynağı yönəmli olmamasının səbəbini kimi görürdüm. Həmin dönəmlərdə müxtəlif oklüzyon konsepsiyalar, məktəblər, Amerika, Avropa əlaqə saxlamağa çalışdım və özümə uyğun olan öz həkim praktikama çətin keyslərin həllində mənə yardımcı ola biləcək müəyyən konsepsiyaya yiyələnməyə çalışdım. Bu dövrdə mənim dostum, həmkarım doktor İqbal Süleymanovun mənə çox yardım oldu və onun istiqaməti ilə mən çox uzun müddətli düşünəndən sonra Viyana interdisiplinar stomatologiya məktəbində həmin təhsili almaq qərarına gəldim. Doktor İqbal Süleymanov Azərbaycandan Viyana interdisiplinar stomatologiya məktəbini bitirən ilk həkim yoldaşlardan, həmkarlardandır və onun məsləhəti ilə və mən buna görə İqbal doktora doğrudan da çox minnətdaram. Onun istiqaməti ilə mən qərar verdim ki, Viyana interdisiplinar stomatologiya məktəbində həmin biliklərə yiyələnim və inanırım ki, həmin an mənim həyatımda stomatoloji praktikamda çox ciddi dönüm nöqtəsi oldu və mənim stomatologiyaya ümumiyyətlə diş çənə sisteminə baxışlarım dəyişdi. Ayrıca diş cərgəsi deyil, həmin məktəb bizə çiynəmə sistemini orqanizmin, bütöv bir orqanizmin bir hissəsi kimi və həmin orqanizmin başqa hissələrlə, başqa orqanları ilə interaktiv, qarşılıqlı münasibətləri olan bir sistem kimi nəzərdən keçirmək imkanı yaratdı. İnanırım ki, sizə bu doğrudan da daha holistik, daha bütöv və daha dəqiq yanaşmadır. Mürəkkəb keyslərin müalicəsində, həllində bu yanaşma bizə doğrudan da çox yardımcı olur. Sizə şad xəbəri çatdırmaq istəyirəm. 2024-cü ildə dekabr ayında Viyana interdisiplinar stomatologiya məktəbinin Azərbaycanda çox möhtəşəm bir tədqiqat konfransı keçirildi. Həmin konfransdan sonra müəyyən müqavilələr imzalandı və biz şad xəbəri sizə çatdırmaq istəyirik ki, Azərbaycanda həmin Viyana interdisiplinar stomatologiya məktəbinin bir şöbəsi açılır və həmin tədris sistemi birəbir və daha yaxşı formada Azərbaycan həkimlərinə məhz Bakıda əldə eləmək imkanı yaradır. Mən buna görə bizim həkimləri, bizim stomatoloqları təbrik edirəm. Bu yanaşma doğrudan da bütün aparılan müalicələrin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Siz təsəvvür eləyin ki, öz işimizdə çox müxtəlif xətalarla qarşılaşırıq. Ölçü materialları, istifadə olunan ləvazimatlar, skan, ölçü materiallarının müxtəlif götürüləndən sonra tökülən modellər, gips, hətta printerlər, bütün bunlar istər-istəməz müəyyən xətalara gətirib çıxarda bilir. Ona görə də bizim gördüyümüz iş o qədər mükəmməl, o qədər dəqiq olmalıdır ki, həmin xətaları nəzərə almaqla biz yaxşı, yüksək nəticələr əldə edə bilək. Biz bu dəqiqə Azərbaycanda müxtəlif, çox yüksək səviyyədə stomatoloji kliniklərə malikik. Çox bahalı stomatoloji kürsülər, çox möhtəşəm dizaynlı təmirlər və klinikalar, bunlar çox superdir. Bahalı implantlar, bahalı ləvazimatlar. Amma bütün bunlar sözsüz ki, düzgün aparılan müalicə, naviqasiya olduqda daha yüksək nəticə əldə etməyə imkan verir. Mən bir də stomatologiya camisinə, Azərbaycanda olan bütün stomatologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərə səslənirəm. Diş həkimləri, ortodontlar, ortopedlər, cərrahlar, restavrasiyada məşğul olan həkimlər, uşaq stomatoloqları, hətta diş texnikləri, mən sizə səslənib bildirirəm ki, siz bir komandasınız və yüksək hədəflərin, yüksək stomatoloji xidmətin göstərilməsi üçün sizin bir cəbhədə birləşməniz çox vacibdir və inanırım ki, sizə eyni cəbhədə birləşən diş həkimləri, müxtəlif mütəxəssislərin eyni də danışması, eyni protokollara riayət etməsi çox vacibdir. Viyana interdisiplinar stomatologiya məktəbi həmin o sahələr arasında, mütəxəssislər arasında
eyni dalğanın, eyni dilin bərpa olunmasına və istifadə olunmasına, eyni protokolların istifadə olunmasına xidmət edəcək. Təyyarə pilotu təyinat məntəqəsinə çatmaq üçün mütləq çarpaz küləyi nəzərə almalıdır. Ona görə də hədəfi bir balaca yuxarıdan götürməlidir, bir balaca yüksəkdən götürməlidir ki, çarpaz küləyin istiqamətini nəzərə alaraq həmin təyinat nöqtəsinə çatsın. İnsan psixologiyası, stomatologiya yanaşmaları da elə olması çox mühümdür. Gərək biz standartları, hədəfləri o qədər yüksək qoyaq ki, bütün o çarpaz küləklər, bütün o xətaları, insan faktoru, lavazımatlar, aparatlar, ölçü materialları, müxtəlif xətalara baxmayaraq biz yüksək nəticə əldə edək. Yenə də təkrarlayıram, Viyana İnterdisiplinar Stomatologiya Məktəbinin Azərbaycanda keçiriləcək birinci təməl kursu yüksək təhsil standartlarını, həm nəzəri biliklər, həm praktik biliklərin həkimlərə düzgün tədris olunması istiqamətini gözləyir və istiqamətini daim saxlamağa çalışır. Hətta təsəvvür edin ki, birinci təməl kursunda təşkilatçılıq, istifadə olunan ləvazimatlar, tədrisin səviyyəsinin doğrudan da yüksək səviyyədə olmasını əmin olmaq üçün birinci təməl kursunda, açılışında və həmin təməl kursunun hər keçirilən günündə Viyana İnterdisiplinar Stomatologiya Məktəbinin yeni prezidenti xanım Sinsiya Fornaya özü də şəxsən iştirak edəcək. Mən öz adımdan bütün birinci təməl kursu iştirakçılarına uğurlar arzulayıram və inanıram ki, həmin bu istiqamət, həmin bu konsepsiya və stomatologiyada belə düzgün yanaşma Azərbaycanda daha çox vüsət tapacaq və Azərbaycanda insanlara, millətimizə stomatoloji xidmətin səviyyətinin qaldırılmasına yardımcı olacaq.